Bir faciədən doğan gün. 8 Mart necə yarandı? Bugün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əslində 8 Mart fəhlə qadınların daha yaxşı əmək şəraiti tələb edərək başladığı hüquq mübarizəsinin başlanğıc tarixi kimi tanınsa da, bugün dünyanın bir çox ölkəsində Qadınlar Bayramı kimi qeyd olunur. 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi və hekayəsi. Bugün hekayəsi 8 Mart 1857-ci ildə başlayır. O dövrdə New Yorkdakı bir tekstil fabrikində 40 min toxucu fəhlə daha yaxşı iş şəraiti tələb etmək üçün tətilə çıxdı. Lakin dövlət qüvvələri tətili yatırtmaq üçün işçilərə hücum etdi. Daha sonra işçilər fabrikin içərisinə kilitləndi. Yeganə tələbi daha yaxşı iş şəraiti olan bu işçilərin tətili faciə ilə başa çatdı. Fabrikdə yanğın baş verdi və 129 qadın işçi həyatını itirdi. Bu ölümlər illər sonra qadınların səsinin eşidilməsi üçün ilk qığılcım oldu. Hadisədən dərhal sonra Qadınlar Günü qeyd olunmadı. Hər il yalnız ölən 129 qadın yad edilirdi. 1910-cu il avqustun 26-27-sində 1857-ci il hadisələrindən 53 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında mühüm qərar qəbul olundu. 1857-ci ilin 8 martında New Yorkda başlayan mübarizənin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin rəmzi kimi Alman sosialist fəal Clara Zetkin hər il 8 Martın Dünya Qadınlar Günü kimi qeyd edilməsini təklif etdi. Qurultay iştirakçıları bu təklifi qəbul etdilər. 10 il sonra isə günün adı Dünya Əməkçi Qadınlar Günü kimi tanınmağa başladı. 1975-ci il Dünya Qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il Beynəlxalq Qadınlar ili olaraq tarixə keçdi. Həmin ilin Beynəlxalq Qadın ili elan edilməsindən sonra BMT 1975-ci ilin 8 Martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirdi. 2 il sonra isə BMT-nin ümumi qurultayında 8 Mart Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. 8 Mart Sovet İttifaqından qalma bayram olsa da Azərbaycanda indiyədək qeyd edilir. Onu da qeyd edək ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq artıq müstəqillik qazanmış keçmiş SSR respublikalarının təqvimindən bugünə qədər silinməyib. 1998-ci ildə Azərbaycanda qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Sonda isə bütün Azərbaycan qadınlarını təbrik edirik.